Bu ay 12 gün qeyri-iş günü olacaq. 8 noyabr Zəfər günü şənbə gününə, 9 noyabr Dövlət bayrağı günü isə bazar gününə düşdüyü üçün həmin tarixlərdə ardıcıl istirahət olacaq. Bununla əlaqədar 10 və 11 noyabrda qeyri-iş günü kimi müəyyən edilib. Beləliklə, bu ay şənbə və bazar günləri də nəzərə alınmaqla 1, 2, 8, 9, 10, 11, 15, 16, 22, 23, 29 və 30 noyabr tarixləri istirahət günləridir. Ümumilikdə bu ay 12 gün iş olmayacaq. Zaqatala rayonunda maraqlı hadisə baş verib. Bolt tətbiqi vasitəsilə sifariş etdiyi taksiyə minən 38 yaşlı kişi məhkəməlik olub. Belə ki, Zaqatalanın Qazangül qəsəbəsində yaşayan və Ağdamdan keçmiş məcburi köçkün olan Elnur Quliyev sərxoş halda taksi sifariş edib və yaşadığı evə getmək istəyib. O, çağırışa gələn taksiyə mindikdən sonra yolda sürücü ilə mübahisə edib. Mübahisənin artdığını və sərnişinin sərxoş olduğunu görən sürücü maşını saxlayaraq ondan nəqliyyat vasitəsini tərk etməsini tələb edib. Lakin Elnur Quliyev taksidən düşməyib. Bunu görən sürücü avtomobili birbaşa Zaqatala rayon polis şöbəsinin qarşısına sürüb. Orada maşından düşməyə məcbur olan şəxs mübahisəyə davam edib, uca səslə söyüş söyərək xuliqanlıq edib. Polis əməkdaşları həmin şəxs barəsində inzibati protokol tərtib edərək onu rayon məhkəməsinə göndəriblər. Zaqatala rayon məhkəməsinin qərarı ilə Elnur Quliyev 50 manat məbləğində cərimə edilərək sərbəst buraxılıb.